Mən Kəlbəcər komandasındayam və Kəlbəcər komandası olaraq çox yaxşı bir qrup qurmuşuq. Hər bir iştirakçımızın özünə görə bir intellekt bacarığı vardır. Ümid edirəm ki, biz birinci olacağıq. Yaşad Fondunun indiyə kimi bir çox görüşlərində, tədbirlərində, düşərgələrində iştirak etmişəm. Buna yay məktəbi də aiddir Almaniyada. İndi də ikinci intellektual marafonundayam. Şuşa komandası ilə birlikdə yarışa qatılmışam. Qalib gələn Kəlbəcər komandasıdır. İkinci yer Xankəndi komandasıdır. Üçüncü yer isə Şuşa komandasıdır. Təbrik edirəm.